Microsoft bugündən, yəni 14 oktyabr 2025-ci ildən etibarən əməliyyat sistemlərinə dəstəyi dayandırır. Bəs bu nə deməkdir? Əgər sistemə dəstək dayanırsa, onda texniki yardım, təhlükəsizlik yeniləmələri, həmçinin proqram yeniləmələri həyata keçmir. Ancaq narahatlığa gərək yoxdur. Buna baxmayaraq əməliyyat sistemləri işləməyə davam eləyəcək. Ona görə də keyfini pozmağa dəyməz. Əgər Windows 10 gedirsə, yeni Windows'u qarşılamalıyıq. Əgər həm özünə köməkçi axtarırsan, həm də Windows 11 yenilikləri haqqında məlumat əldə etmək istəyirsənsə, ekrana yaxın əyləş, çünki bu video sənin üçündür. İndi Windows 11 Copilotu təqdim edir. O sənin şəxsi süni intellekt bələdçin olacaq. Onunla da prosesləri asan və intuitiv şəkildə həyata keçirə biləcəksən. Fayl redaktoru isə sənin istifadə etdiyin günlük faylları, qovluqları izləyir və beləliklə növbəti addımını təxmin edir. Bununla da sənin gündəlik işlərin daha da asanlaşmış olur. İndi ekranı da asanlıqla çəkə bilərsən. Ekranda nə görürsənsə çək getsin. Çünki indi snipping və screen recorder ilə ekranı qeyd etmək çox asan olacaq. Çəkmək demişkən, indi çəkdiyin şəkillərdə fonda istəmədiyin əşyaları, hətta adamları belə rahatlıqla silə bilərsən. Mobil telefonlarından QR kod oxutmaq, hər dəfə hesablara daxil olmaq çətin idi. Ancaq indi buna ehtiyac yoxdur. Çünki indi həm Android, həm də iPhone cihazlarını kompüterə asanlıqla qoşan, zəngləri, mesajları idarə edə, hətta zəng belə edə bilərsən. Digər funksiya isə Smart Proqram nəzarətidir. Bu funksiya sənin üçün hansı proqramların təhlükəsiz olduğunu əvvəlcədən araşdırır. Ancaq bunu əldə edə bilmək üçün tam şəkildə Windows 11-ə indirməlisən. Son olaraq, sizə zamanınızda qənaət etmək üçün də bir funksiya var. Snap Layout. Bu funksiya sayəsində siz birdən çox pəncərə açar, onları uyğun şəkildə düzə, məhsuldarlığınızı bu şəkildə artıra bilərsiniz. Gördüyünüz kimi, Windows 11 sizə fərqli və yeni funksiyalar təqdim edir. Bəs siz necə? Bu yeniliklərə hazırsınız? Bu tip daha çox videolar əldə etmək üçün bizi sosial mediadan izləməyi və bəyənməyi unutma.